قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلاتي. آيات الله حمتني غمرتني بالبركات، تحفظني من همزات الشيطان ومن زلاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. إن القرآن لنور يتفجر في جنباتي، يرفعني عند مليك الخلق لأعلى الدرجات. إن القرآن لنور يتفجر في جنباتي، يرفعني عند مليك الخلق لأعلى الدرجات. قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. قرآني نبض حياتي. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. و ما ارسلنا من قبلک الا رجالا نوحی الیهم فاسألوا اهل الذکر ان کنتم لا تعلمون. Bu ayə geçmiş ayələrin davamındadır. Bilirsiniz, Hicazda butpərəstlər peyğəmbərlərin gətirdiyi sözlərə də intiqadları var idi. Peyğəmbərliğə də intiqadları var idi. Yəni, həm peyğəmbərlərin dəvətlərini qəbul eləmirdilər, həm peyğəmbərlərin peyğəmbərlik unvanlarını. Peyğəmbərlərin gətirdikləri nə idi? Əsas peyğəmbərlərin gətirdikləri məbdə və maaddir, tövhid və qiyamətdir. Ki, bu aləm idarə olunur, şuurlu, sonsuz kəmalı olan varlıq tərəfindən və planlı bu aləm yaranıb. Bu aləm təbiətdə, xilqətdir. Xaliqi həkim və alim və qadirdir. İndi də Rəbbidir, idarə eləyir. İnsanın həyatı da ölümlə qutulmur. Bu, peyğəmbərlərin umumi dəvətləri idi. Bəşər Allahla tanış olsun, xilqətin düşünülmüşlü yaranışı ilə tanış olsun, insanın gələcək aləmi ilə tanış olsun, insan ölümlə sona çatmırla tanış olsun. Butpərəstlər hər ikisini də qəbul eləmirdilər. Nə tövhidi rububiyyətdə, Allahın Rəbbiliyini inkar edirdilər. Rəbbul ərbab kimi inanırdılar onlar ki, Rəbbilərin böyüyüdür. Amma elə bir müstəqil olaraq sahələri veribdi, aləmdəki butlar idarə eləsin. Daha bunun əlindən çıxıbdır. Ərbab, yəni Rəbbilər, butlar. Da tövhid Rəbbilikdə yox idi. Davamında tövhid ibadətdə inanmırdılar. Gərək bu butlara biz pərəstiş edəyək, onlar bizə xeyir verirlər, onların vasitəsi ilə şərrdən uzaqlaşarıq. Bizim Allahla uzaqıq, əlaqəmiz yoxdur. Ona görə Quran çoxlu ayələrdə buyurur, mən yaxınam, mən Şah Damaruzdan da yaxınam. Bu xiyal eləməyin, biz məndən uzaqsınız. Siz uzaqlaşırsınız, amma mən sizə Şah Damaruzdan da yaxınam. İkinci qiyamət məsələsində də dedilər, kim bu sümük olandan sonra, çürüyəndən sonra kim bunları diridəcəkdir?
Bəs həm qiyaməti inkar edirdilər, həm tohiddə də Allahın varlığını onlar qəbul edirdilər. Ateistlər kimində idilər? Amma Allahın Rəbbiliyini inkar edirdilər ki, Rəbbul aləmin ola və məbudluğunu inkar edirdilər ki, ibadəti ona eləyək. Bu dəvətinə nisbət. Peyğəmbərliyə nisbətdə, nübüvvətə nisbətdə sözləri bu idi ki, bəşərdən peyğəmbər olmaz. Bundan əvvəl də ayrı sözləri də var idi. Əslən deyirlər, peyğəmbərlik yoxdur. Bəziləri belə deyirlər. Deyirlər, peyğəmbərlik olsa da, bəşər peyğəmbər olmaz. Gərək mələklər peyğəmbər ola. Gərək mələkutdan bir sıra varlıqlar gələ. Onlar Allah tərəfindən gələ. Üçüncü mərhələdə deyirlər, insanda olsa gərək bir varlı dövlətli insanlar, tanınmış, imkanlı, servəti çox, məşhur insanlar peyğəmbər ola. Nə belənç insanlar ki, tanınmırlar, servətləri azdır, imkanları var, dövlətləri azdır. Bəs üç mərhələdə də peyğəmbərlik məsələsini sual altına aparırdılar. Ma ənzələr rəhman min şeyin. Əsən Allah, Rəhman heç nə nazil eləməyibdir. Nəcər nazil eləyibdir? Bəzi ayələrdə deyir ki, insan olmaz. Ma haza illa bəşərun. Bunlar bəşərdir. Allah-u Teala bəşərə məcər verib risaləti. Üçüncü də bu idi ki, əgər qalu əbəəsəllah bəşərən rəsulən ki, bu İsra surəsində 94-cü ayədir. Üçüncü mərhələdə belə deyirlər. Luna nuzzilə hazəl Qur'an ələ rəculən minəl qəriyyəteyni əzim. Bu Zuhruf surəsində 31-ci ayət. Niyə bu Qur'an nazil olmadı? Böyük bir varlı imkanlı bir adama. Bu iki şəhərin varlı imkanı Məkkədə ya Taifdə tanınmış servətlilər var idi. Onlara niyə Qur'an nazil olmadı? Gəldi bu ki, yetimdi, buna nazil oldu. Bu üç mərhələdə də peyğəmbərin peyğəmbərlik unvanını sual altına aparırdılar. Pəs həm dəvətini tohid və maadi sual altına aparırdılar. Həm peyğəmbərin unvanının peyğəmbərliyi sual altına aparırdılar. Ayələrdə bunların cavabları bir-bir Allah-u Teala deyib və izah edibdir. Tohid bəhsini izah edibdir, qiyamət bəhsini izah edibdir. Və həmçinin nübüvvət bəhsini ki, Allah-u Teala insanı və kullu varlıqları hidayət edir. Allah-u Teala'nın sifətlərindən biri hadiliğidir. Hidayət iqtiza eləyir, tələb eləyir, insan da hidayət oluna. Və insanın hidayəti üçün ixtiyarı vardır, peyğəmbər gətirməklandır. Və peyğəmbər gərək olğu ola insana, İnsan gərək peyğəmbər ola. Hətta əgər biz mələkləri də peyğəmbər kimin göndərsəydik, əvvəl onları insan şəklinə salıb, sonra peyğəmbər göndərərdik. Çünki olğu olmaq üçün gərək insanların öz cinsindən ola. Hər halda bunları cavab veribdir. Amma bu ayeyi ki, oxudum, Nəhl surəsinin 43-cü ayəsidir, təfsir alimləri arasında ixtilaflıdır ki, hansı sahiyədir? Aya peyğəmbərin dəvətinə aiddir, ya peyğəmbərin unvanına aiddir? Yəni istəyirdilər desinlər ki, buna niyə nazil eləmisən? Allah-u Teala cavab verir ki, bizdə elə bundan əvvəldə peyğəmbərləri olub, kişiləri onlara nazil eləmişik, vəhiy göndərmişik. Siz də soruşun bilmirsiniz. Elə bu bizim dəbimizdir. Aya bunu istəyir desin? Yaxud yox. Birinci məsələdir, dəvət məsələsidir, tohid və maad məsələsidir. Mərhum Əllamə Təbatəbai Əl-Mizanda buyurur ki, dəvət məsələsinə aiddir bu ayə. İzahı beləncidir ki, onlar istəyirlər desinlər ki, əgər Allah bəyənmir bizim şirki, biz butpərəstlik eləyirik. Butpərəstlik ata-babamızdan bizə qalıbdır. İnanırıq ki, bu butların təsiri vardır. İnanırıq ki, bu butlar Allah tərəfindən tapşırılıbdır sahələrə.
və pərəstiş edirik. Allah bunu bəyənmir, dəyişsin də. Bizim vəziyyətimizi, halətimizi çevirsin, tək Allaha imanımız olsun, tək Allaha pərəstiş ediyək. Bu ki Allah dəyişmir bizim vəziyyətimizi, pəs məlumdur Allah bəyənir də bizim işimizi. Hər şey ki Allahın ixtiyarındadır, hər şey ki Allahın əlindədir. Biz də bu cür yaşayırıq, pəs Allah sevir, razıdır. Razı olmasaydı dəyişərdi. Bunun termincə məntiq elmində buna deyərlər müğalitə. Yəni bir söz danışsan, zahiri haqqa oxşayır, amma diqqət eləsən görəsən çoxlu batil sözlərdir. Allah Mutal iradəsi kinodur. Bir xilqət iradəsi var, yaranış iradəsi var. Orada xilqət yaranış iradəsində bir zad istəsə yaratsın, kon fəyəkun. Amma bir insan kamilləşməsində iradəsi vardır ki, insan kamilləşsin. Orada Allahın iradəsi din verməklədir. Allahın iradəsi insana peyğəmbər göndərməklədir. Bu iki peyğəmbər göndərir, din verir, Qur'an göndərir, səmavi kitab göndərir. Lakin bu iradənin mənası bu deyil ki, hətmən baş tutacaqdır. Kun fəyəkun mənasında deyil. Niyə? Çünki insanın ixtiyarlı kamilləşməsi Allahın iradəsidir. Allah istəyir insan ixtiyarlı öz seçimi ilə kamilləşsin. Pəs bir təkvin iradəsi var. Təkvin yəni yaratmaq. Varlıqda. Bu kun fəyəkundur. Amma bir şəriət iradəsi var. Termincə deyirlər təşri. Bunun mənası budur ki, mən istəyirəm, sən öz ixtiyarınla bu proqramın, bu səmavi kitabın, o peyğəmbərin, bu vəhy ilə sənin proqramın kamilləşəsən. Burada mümkündür o məsiyyət yolu gedə, mümkündür o isyan yolu gedə. Bu iradənin mənası budur, hətmən gərək baş tuta. Allah istəyir bəşər tövhidi inansın, bəşər dindar olsun, tək Allaha pərəstiş eləsin, dini əsasda yaşasın. Amma istəyir bu iradə yaranış iradəsi deyil, təkvin iradəsi deyil ki, gərək baş tuta. Bu Allah istəyir, mən ixtiyarlı bu işi görəm, mümkündür də görməyəm. Görmədim, sabah cavab verəcəm işlərimə. Məsuliyyət daşıyıram, öhdədaram. Qiyamət günü görmədiklarıma cavabdehəm. Lakin bu bir qələt sözdür ki, deyək, əgər Allah istəmiri, dəyişsin. Allah istəmiri bu sahədə. Allahın dəyişməyi budur ki, sənə qanun versin, sənə peyğəmbər göndərsin, sənə dini göndərsin. Amma sən özünsən addım atan. İnna hədəynahus səbil. Surə İnsandadır. Biz yolu görsətdik. İnsan naşükür ola, ya şükür ediyə. O özünün əlindədir. Addım atmaq özünün əlindədir. Yolu görsətmək biz öhdəmizədir. Hidayət insanın şəriət baxımından, yəni dini cəhətdən insanın hidayəti yol görsətməkdir. Amma yaranış, xilqət o cür deyil. Yaranış və xilqət kun fəyəkundur. Olar. O təkvin iradəsidir. Yəni gərəklik onda var. Bunda gərəklik yoxdur. Bunda qabiliyyət yaratmaq var. Bunda mümbit şərait yaratmaq mənasındadır iradə. Ona görə bunların sözləri ki, Allah əgər istəsəydi, iradəsi olsaydı, biz bütpərəstlikdən çıxardıq, şirkidən çıxardıq. Bu səhv sözdür. Allahın iradəsi var. Lakin sən öz ixtiyarınla ayaq altına qoysan fitrətivi, ayaq altına qoysan əqlivi, etina eləmirsən Peyğəmbərin sözünə, etina eləmirsən səmavi kitabların sözünə. Bu sənin öz ixtiyarınla bu işləri görməkdir. Bu ayə mərhum Əllamə buyurur, bu sahədədir. Ona görə belədir. Və ma ərsəlna min qəblicə. Peyğəmbər, nigaran olmulan sözlərinə, sən bir qeyd, onlara da qeydsin tarixə mütaliə eləsinlər. Özləri də mütaliə eləməsələr, geçmiş peyğəmbərlərin həyatı bilənlərdən soruşsunlar. Görsünlər peyğəmbərlər nə cür gətiriblər dini. Aya insanları məcbur eləyiblər tövhidə gəlsinlər. İnsanları məcbur eləyiblər şirk-u bütpərəstlikdən
çıxsınlar. Yox, yol göstəriblər. Vəhy eləmiş onlara, vəhy ilə də onlar vəhyi təlavət ediblər bəşərə və bəşərə yol göstəriblər bu həddə. Və ma ərsəlna min qəblikə, göndərmədik səndən əvvəl illa ricalən, məgər bir sıra insanları, bir sıra kişiləri ki, nuhi eləyhim, onlara biz vəhy eləyirdik. Yəni bizim öhdədarlığımız insanların rüşdündə və kəmalında budur ki, onlara münbit şərait olsun, ta inkişaf eləsinlər, haqqı görsünlər, haqqı bilə bilsinlər, haqqı getməyə şəraitləri ola bilsin, ondan sonra özləri addım atmalıdır. Bilmirsiniz əgər bu məsələni, fəsəlu əhlə zikr, soruşun zikr əhlindən, in kuntum la ta'lemun, əgər bilmirsiniz. Burada zikr əhli, bu izahla ki mən verdim, yəni geçmiş peyğəmbərlərin həyatını bilənlərdən soruşun. Tevratı oxuyurlar, Yahud alimləridirlər, Xristiyan alimləridirlər, İncil oxuyurlar, o səmavi kitabların alimləri ki, onlar peyğəmbərlərin ümmətləri ilə davranışlarını bilirlər ki, peyğəmbər onlara nə deyir, Allah-u Teala nə cür vəhy elədi, onlar nə cür vəhyi ümmətlərinə çatdırdılar, soruşun. Bu izahı ki, mərhum Allame Təbatəbai veribdir. Bir cümlə istəyirəm bu axırıncı məsələ üçün ərz eləyəm. Fəsəlu əhlə zikr. Düzdür, nümunə olaraq bu ayənin tərkibində mənası budur ki, kitab əhlindən soruşun, peyğəmbərlərin tərcüme hallarını sizə desin. Amma ayənin qabiliyyəti var bundan geniş, mükəmməl mənaya. İnsan hər nəyi bilmir, bilənindən soruşsun. Düzdür, burada ondan söhbət gedir, peyğəmbərlərin tərzi davranışları da ümmətləri ilə, vəhyin necə bəşərə çatmasıdır. Amma bu ayənin geniş bir çıxarı da var məna oluna. O da nədir? Hər nəyi bilmirsiniz, zikr əhlindən soruşun. Ona görə bu ayənin təfsirində var, əhl-i zikrin böyük nümunələrindən əhl-i beytidir. Niyə? Onlar İslam dinini bilirlər. O peyğəmbərlər bəhsində, İslamın əvvəl vaxtlarında butpərəstlərə xitab olaraq deyir, onlardan soruşun ta peyğəmbərlərin sizə davranışını desin. Amma soralar da zikr əhli ayrısıdır. Sonra gələndən sonra zikr əhli əhl-i beytidir. Ondan bir dərəcə aşağı zikr əhli alimlərdir. Mütəxəssislərdən, ixtisasçılardan soruşun bilməyəndə onda haqqa yetişəsiniz. Bəzən insan özü öz xiyalı ilə din düzəldər. Özü öz xiyalı ilə ayə məna eləyər. Nə qrammatikaya nəzərdə alar, nə ayənin əvvəlini, axırını nəzərdə alar, nə ayədə olan izahları nəzərdə alar ki, məsumlar tərəfindən izah olunur. Deyir, əgər siz bilmirsiniz, fəsəlu əhlə zikr. Zikr əhlindən soruşun, insanın vəzifəsidir, ya özü ixtisasçı ola, eybi yoxdur. Ən mühim və birinci insana addım budur ki, özü ixtisasçı ola. Özü dini başa düşə, özü dini birbaşa bilə. Amma bu fürsət və vaxtdır ki, hamı gələ dini başa düşə, hamı gələ birbaşa qaynaqlardan dini istinbat eləyə, bu ki, yoxdur vaxt. Ona görə fəsəlu əhlə zikrin kuntum la ta'lemun. Bunlar buyurur ki, siz bilmədiyiniz məsələlərdə müraciət eləyin və soruşun. Pəs ayənin mənası bu oldu ki, insanlar barəsində peyğəmbərlərin uslubları bu idi, deyildi ki, məcbur eləsinlər didən. Aslında imkanı yoxdur. Dindarlığın bir hissəsi inancıdır, imandır. İman məcburluqla baş tutmaz. Ayə ki, buyurur, la ikrahə fiddin mənası budur. Yəni, iman qəlb sifətidir.
Qəlb sifətini icbar eləmək olmaz. Məcburluq girməz. Sən birini məcbur eləyə bilərsən, mümkündür zahirdə namaz qıla. Məcbur eləyə bilərsən, zahirdə şəhadətəyn deyə bilər. Amma məcbur eləyəsən qəlbində inana, bu inanc cəbr götürməz. La ikraha fiddin. Bu mənası budur. İnanc cəbr götürməz. Allah-u Teala buyurur, bəşər üçün biz ixtiyarlı kəmal qurmuşuq aləmdə. Bu ağacla fərqi vardı. Ayrı varlıqlarla, məxluqlarla fərqi var. Ləv şa'a rabbuka la'amana men fil arzi kulluhum cəmiən. Əgər sənin Allahın istəsəydi, Rəbbin istəsəydi, hamı nə mənə yer üzündə insanlar var, hamısı iman gətirərdilər. Amma imanı cəbri olaraq kəmal deyil. İman cəbri olaraq kəmal deyil. Allah eləyə bilər insanların qəlbinə Allah imanını yarasın. Biz eləyənmərik. Bəşər başqa bəşərin qəlbinə iman becərdənməz. Amma Allah bu işi görərdi. Amma o cəbri imanın dəyəri yoxdur. Fələ şa'a ləhədəkum əcməin. Allah istəsəydi hamımızı hidayət eləyərdi cəbr olaraq. Amma insan kəmalı cəbr olaraq deyil. Ona görə bu səhv sözdür ki, əgər Allah istəsəydi biz şirkdən qutulardıq, bütpərəstlikdən qutulardıq. Allah istəyibdi. Nə ilə istəyib? Tohiddə dəvət edibdi. Peyğəmbərlərin vasitəsilə, kitabların vasitəsilə buyurub qulu la ilahə illallah tuflihu. Amma siz əməldə ayrı cür addım atmısınız. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلات